Salam, hər vaxtınız xeyirli olsun. Dəyərli müəllimlər və müəllim olmaq istəyən namizədlər. Kurikulum təlimçisi mən Aytən Hüseynova. Sizlər üçün növbəti sınaq izahını qeyd edəcəm. Deməli, baxaq sınaqlarımıza. İlk olaraq qeyd edir ki, Samirə müəllim şagirdlər arasında fərq qoyaraq ən çox oğlan uşaqlarını öndə tutur. Bu da digər şagirdlər arasında narazıçılığa səbəb olur. Samirə müəllim burada hansı pedaqoji tələbi pozub? Qeyd edim ki, pedaqoji tələb əlbəttə ki 9 tələbimiz var idi. Orada da hansını pozmuş olacaq? Şagirdlər arasında fərq qoyursa, bu zaman əlbəttə ki, bərabər imkanların yaradılması. Çünki bərabər imkanları pozur. Bir şagirdə fərqli yanaşır, digərini diqqətdən kənar saxlayırsa, digərinə az zaman ayırırsa, bu zaman bərabər imkanların yaradılması tələbi pozulmuş olacaq. Keçid alırıq digər testimizə. Sizə təqdim edilən siyahıya əsasən bir neçə rayona səfərə getməlisiniz. Ümumi məsafəli bu məsafə üçün lazım olacaq yanacaq sərfiyyatına və effektiv marşrutu müəyyənləşdirin. Taksonomiyanın səviyyəsini müəyyən edin qeyd edir. Yenə də müəllimlər, burada deyir ki, siyahıya əsasən, nəyəsə əsasən, ümumiyyətlə nədənsə istifadə edib nəyisə etmək deyir. Daha sonra ümumi məsafəli bu məsafə üçün lazım olacaq yanacaq sərfiyyatına və effektiv marşrutu müəyyənləşdirmək üçün əlbəttə ki, bunu hesablama aparacağıq ki, görək bizə nə qədər yanacaq, bu qədər məsafəyə nə qədər yanacaq gedəcək. Bunu əlbəttə ki, müəyyən edəcəyik. Bu da olacaq tətbiq etmək mərhələsi. Keçid alırıq üçüncü testimizə. Lider olmağı, manipulyasiya etməyi çox sevirlər. Qeyd olunanlar hansı intellekt növünə aiddir? Howard Gardnerin çoxnövlü zəka nəzəriyyəsindən söhbət gedir. Deməli, bu nəzəriyyədə intellektin 8 növü var idi. Burada da deyir ki, lider olmağı sevirlər, manipulyasiya etməyi sevirlər. Əlbəttə ki, bu yenə də olacaq şəxslər arası. Çünki sosiallığı sevirlər, dostları ilə, yoldaşları ilə münasibəti daha çox sevirlər. Hətta bunlar ekstravert şəxsiyyət tipinə malik olurdular. Yəni bunlar sosiallıq bunlar üçün stimul verir. Məsələn, tək qalanda bunlara cansıxıcı gəlir. Amma sosial olanda, digər insanlarla olanda, ümumiyyətlə digər insanların hiss və düşüncələrindən də çox yaxşı anlayırlar. Liderlik bacarıqları da elə buna görə çox yaxşı olur onlarda. Qeyd edim dördüncü testi. Vicdan nədir? Əqidə nədir? Bu kimi suallara cavab verən şagird zehni inkişafın mərhələləri nəzəriyyəsinə görə hansı mərhələdədir? Piagenin nəzəriyyəsindən söhbət gedir. Hər birinə aid də burada əsas məqamları şəkil formasında, slayd formasında qeyd etmişəm ki, bilməyən müəllimlər də artıq məlumatlı olsunlar. Deməli, Piagenin nəzəriyyəsi, zehni inkişafın mərhələləri nəzəriyyəsi 4 mərhələdən ibarət idi. 0-2 yaş aralığı, deməli, burada hissi hərəki mərhələ, 2-7 yaş ilkin əməli, 7-11 yaş konkret əməli mərhələ və 12 yaşdan yuxarı isə artıq formal əməli mərhələ idi. Burada da deyir ki, əqidə nədir, vicdan nədir? Artıq bu kimi suallara cavab verirsə, əlbəttə ki, müəllimlər bunu böyük, yetkin bir insan deyə bilər də. Artıq burada 12 yaşdan yuxarı şagird bunu qeyd edə bilər. Yəni formal əməli olacaq. Digərinə baxırıq. Müəllim dərsdə debat iş üsulundan istifadə edir. Sakit isə debatda iştirak etmək istəmir. Belə bir situasiyada müəllimin atacağı hansı addım doğru olar? Qeyd edim ki, burada da şagirdə fərdi işləyəcəyi iş üsulu tətbiq etməlidir ki, xeyr, fərdi iş forması olsa, fərdi iş üsulu, bu zaman bərabər imkan pozular. Bu doğru olmaz. Şagird işləmək istəmirsə, onu məcbur etməməlidir, sərbəstlik verməlidir. Xeyr, bu da olmaz. Bu məsələni sinif rəhbəri və direktora bildirməlidir. Digərinə keçid alaq. Debatın şagirdə bəzi bacarıqları inkişaf etdirəcəyini vurğulayıb iştirakını təmin etməlidir. Bəli, elə D variantı olar. Çünki bəzi bacarıqları inkişaf etdirəcəyini vurğulayıb, yəni artıq onun nə kimi ona faydası olduğunu ona izah edib bu formada
yəni izah etsə, artıq şagird bu iş üsulunu, yəni bu prosesdə iştirak etmiş olar. Keçid alırıq digərində. Müəllim şagirdlərə dərs keçərkən ən əsas faktları onlar üçün dəfələrlə deyir ki, test tapşırığında şagirdlər tapşırıqları əldə edə bilsinlər. Ümumiyyətlə tapşırıqları yerinə yetirə bilsinlər. Müəllimin keçirdiyi tapşırıqda isə Zəhra yenə də həmin hissələrdə səhv edir. Müəllim isə yenə də səbirlə, təmkinli şəkildə şagirdə yenidən izah edib, onun başa düşməsi üçün də izahlar verərək öyrənməsi üçün əlindən gələni etdi. Müəllim hansı pedaqoji tələbə riayət etmiş oldu? Bəli, burada da deməli olacaq əlbəttə ki, inkişaf yönümlülük. Çünki şagird tapşırıqları edə bilsin deyə, tapşırıqlarda həmin hissələri səhv edirsə, onu təmkinlə, səbirlə yenə də izah edir. Şagirdin öyrənməsi üçün əlindən gələni edir, şagirdi inkişaf etdirir. Digəri isə uşaq sinifdə hamı ilə pis davranır və hamı ilə söz güləşdirir. Müəllim şagirdə kənarda başa salır ki, öz etdiyi hərəkətlərə baxsın. Müəllim bununla şagirddə emosional intellektin hansı komponentini formalaşdıracaq? Bu zaman da əlbəttə olacaq özünü idarə etmə. Öz hiss və düşüncələrini tanıyır, artıq özünü idarə etməyi ona izah edir, yəni bunu bacarmış olacaq. Digərinə keçid alırıq. Müəllim texnologiya dərsində şagirdlərə hər kəs öz zövqünə uyğun insan maketi hazırlasın tapşırığını verir. İdrak taksonomiyasının səviyyəsini, bilik və təfəkkürün növünü müəyyən edin. Bu da olmuş olacaq. Deməli, İnsan maketi hazırlayırsa, yaradıcı təfəkkür, yaratmaq mərhələsi və orada prosesi icra edəcək də ardıcıl olaraq. Bu da prosedural bilik olmuş olacaq. Keçid alırıq 9-a. Verilmiş mətnə əsasən fakt və hadisələri real həyatla müqayisə edin və əlaqələndirin. Deməli, təfəkkür olaraq bizdən soruşur ki, hansı təfəkkürdür? Bu da real həyatla müqayisə edin. Müqayisə etmək varsa, əlaqələndirmə varsa, bu məntiqi təfəkkür olacaq. Keçid alırıq digərinə. Kompetensiya nədir? Ümumiyyətlə, kompetensiyaların əsası 2006-cı ildə Avropa Şurası tərəfindən qoyulmuşdur və onu da qeyd edim ki, kompetensiya, bilik, bacarıq, vərdiş, keyfiyyət, dəyərlərin hər birinin kombinasiya olunmuş hissəsidir. Bir şagirddə hər biri formalaşır. Bu da deməli kompetensiya adlanır. Daha sonra müəllim şagirdlərə daim böyüklərə qayğı və nəvazişlə yanaşmağı aşılayır. Situasiyaya əsasən şagirddə hansı səriştə formalaşdırılmış, hansı pedaqoji tələb və etika qaydasına riayət edilmişdir. Bu da əlbəttə ki, şagird daim böyüklərə qayğı, nəvaziş yanaşmağı aşılayırsa, müəllim bunu şagirdlərə aşılayırsa, bu olmuş olar. Şəxsi və sosial məsuliyyət, şəxsiyyət yönümlülük, çünki onda mənəvi keyfiyyətlər, yəni milli bəşəri dəyərlər formalaşdırır. Peşəkarlıq və fərdi məsuliyyət, yəni C variantı doğru cavab olacaq. Digərinə baxırıq. İki şagird arasında konflikt yaranmışdır. Şagirdlərdən birinin valideyni tələb edir ki, digər şagird sinifdən çıxarılsın. Bu situasiyada müəllimin atdığı hansı addım doğru hesab edilə bilər? Əlbəttə ki, burada da şagirdin sinifdən çıxarılmasını tələb edən valideynlə müəllim fərdi şəkildə danışıb və onda empatiya hissi yaratmağa çalışır. Yəni bu doğru hal hesab olunar. Daha sonra sinif qaydalarının olmasına baxmayaraq şagird dərsə gecikmişdir. Bu situasiyada problem həllində müəllimin hansı addımı yanlış hesab edilir? Bizdən yanlışı istəyir. Şagirdə sakitcə yerinə keçməyə icazə verir. Xeyr, bu doğru hesab edilir. Şagirddən gecikməsinin səbəbini soruşur. Şagird cavab vermək istəmədikdə müəllim israr edir. Xeyr, bu yol verilməzdir. Ümumiyyətlə, biz bu dərsləri keçən zamanda hər zaman qeyd edirik. Digəri isə düzgün olmayan kəsirləri qarışıq ədədlər şəklində yaz. Verilən tapşırıq idrak fəaliyyətinin hansı mərhələsinə və təfəkkürün hansı növünə uyğun gəlir? Bu da təhlil etmək və məntiqi təfəkkür olmuş olacaq. Çünki deyir ki, düzgün olmayan kəsirləri qarışıq ədədlər şəklində yaz. Yazırsa, təhlil edəcək. Düzgün olmayan kəsirləri qarışıq ədədlər şəklində yazacaqsa, təhlil aparacaq. Yəni daha sonra da bu olacaq demək ki,
təhlil etmək və məntiqi təfəkkür. Digərlərindən verilənlərdən biri böyük summativ qiymətləndirməyə aiddir. Ümumiyyətlə, məktəb daxili qiymətləndirmənin 3 növü var idi. Diaqnostik, formativ, summativ. Bəli, burada da slayd formasında yerləşdirmişəm. Formativ qiymətləndirmə gündəlik, diaqnostik qiymətləndirmə ilkin qiymətləndirmə idi. Summativ də 2 yerə ayrılırdı. Yekun qiymətləndirmə idi və kiçik summativ qiymətləndirmə var idi və böyük summativ qiymətləndirmə. İndi bizə də qeyd edir ki, böyük summativ qiymətləndirməyə aiddir. Nə aid ola bilər? Burada da əlbəttə böyük summativ qiymətləndirmə əsasında şagirdin ilkin qiyməti illik qiyməti daha doğrusu üzrlü sayın müəyyənləşdirilir. Daha sonra geriyə planlama ilə bağlı deyilənlərdən biri düzgün deyil. Yəni nəticədən planlama. Burada nə idi? İlk olaraq həm gündəlik planlaşdırmada, həm də illik planlaşdırmada nəticədən planlama var idi. İlk olaraq təlim nəticələri, qiymətləndirmə və öyrənmə fəaliyyətləri idi. Burada da qeyd edilmişdir və deyir ki, hansı düzgün deyil, düzgün olmayanı istəyir. Bizdən bu zamanda deməli geriyə planlama qeyd edir ki, yalnız illik planlaşdırmaya aid edilir. Xeyr, qeyd etdim ki, öncədə geriyə planlama həm gündəlik planlaşdırmada öz əksini tapır, həm də illik planlaşdırmada olacaq. Daha sonra buraya şagirdlər həftəlik olaraq təcrübələrini, öyrəndikləri vacib məqamları qeyd edirlər. Müntəzəm şəkildə və ya müəyyən bir fəaliyyətin yekun qiymətləndirilməsi zamanı müəllimlə paylaşıla bilər. Refleksiyaya uyğun fəaliyyəti müəyyən edin. Bu zamanda şəxsi jurnallar olacaq. Daha sonra təhsil verənin vəzifəsinə aid olmayanı seçin. Şəxsi nümunəsi ilə təhsil alanlarda, ümumiyyətlə müəllimlər son hissəsinə baxıram. Burada deyir ki, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq. Yəni Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, bunu inkara çeviririk feilini. Bunu etməyə bilərmi müəllim? Xeyr. Deməli, mütləq şəkildə etməlidir. Bu vəzifəsidir. Digəri isə şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək, elə bu olacaq. Bu onun hüququdur. Digərinə keçid alırıq. Tədris prosesində müzakirə zamanı şagird yanaşmasını dəlillərlə əsaslandırmağa çalışır. Şagirdin bu xüsusiyyəti təhsil alanlarda formalaşdırılan səriştələrdən hansına aiddir? Bu zamanda əlbəttə ki, tənqidi təfəkkürə aid olacaq. Çünki öz fikrini, şagird yanaşmasını dəlillərlə, arqumentlərlə əsaslandırırsa, bu tənqidi təfəkkür olacaq. Keçid alırıq ən sonuncu testimizə. Qrup işi zamanı Aysu problemin həlli üçün yol təklif edir. Sinif yoldaşı Günay onunla münasibəti pis olduğuna görə onun təklif etdiyi həll yolunu qəbul etmək istəmir. Günay hansı məntiq xətasına yol verir? Bəli, bu zamanda olacaq şəxsi qərəzlik. Çünki şəxsi qərəzlikdə Aysu nə qədər də yaxşı fikir səsləndirsə, Günayın onunla münasibəti pis olduğuna görə onun təklif həll yolunu ümumiyyətlə qəbul etmək istəmir. Deməli, bu zaman Günay şəxsi qərəzlik edir. Belə müəllimlər, məni dinlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Hər ay açılan sınaq qruplarımıza qoşulmaq üçün qeyd edilən nömrəyə yaza bilərsiniz və ən sonuncu sınaq qrupumuzdur ki, imtahan gününə qədər davam edəcək və bir dəfə, yalnız bircə dəfə, yəni çox az bir miqdarda ödəniş etmiş olacaqsınız və imtahan gününə qədər hər gün sınaqlar işləyəcəksiniz və həftənin 2 günü də canlı dərsimiz olacaq. Belə müəllimlər, təşəkkür edirəm. Kanala abunə olub şərh yazmağı unutmayaq.